Bir idman tədbirindən daha çox siyasi bir önəm daşıyır. UFC prezidenti Dana White Donald Trumpla yaxın münasibəti ilə medianın diqqətini çəkir. Hətta UFC bu qədər böyük bir şirkət olmamışdan əvvəl də Donald Trump UFC tədbirlərinin öz kazinolarında və otellərində keçirilməsinə şərait yaradırdı. UFC artıq çox böyük şirkətlərdən biridir və Dana White Trumpın hakimiyyəti dövründə də öz dəstəyini açıq şəkildə göstərmişdi. Bu tədbirin keçirilməsi fikri isə Trump tərəfindən olub. Ancaq mediaya yayılan məlumatlara görə bu tədbirin keçirilməsinin xərclərini dövlət yox, məhz UFC özü qarşılayır. Bu UFC gecəsinin nə qədər vacib bir hadisə olduğunu düşünürəm izah edə bildim. Bəs niyə böyük qalmaqal və fikir ayrılıqları var? Gəlin biraz bu haqda danışaq. Qalmaqala səbəb olan mövzu Amerika və İsrail münasibətləridir. Sual yarana bilər ki, bunun UFC kartı ilə nə kimi bir bağlantısı ola bilər? Dediyimiz kimi Donald Trump bu kartı Amerikanın müstəqilliyinin 250 illiyinə həsr etmişdir. Belə olduğu halda bu tədbir idman tədbirindən daha çox siyasi bir tədbir kimi dəyərləndirilir. Belə bir tədbirin ağır qonaqları siyasında diplomatik qonaqlar da yer almalıdırlar. Əslində qonaq siyasi rəsmi formada mediaya bildirilməyib. Ancaq bəzi mənbələrə görə qonaqlardan biri İsrailin baş naziri Benjamin Netanyahu'dur. Amerikalı bəzi UFC döyüşçüləri bunu bir mənalı qarşılamır. Əslində İsrail və Yahudi mövqeyinə qarşı ümumi bir antisimpatiya formalaşıb. Amerika və İran arasındakı qarşıdurmalar, Fələstində uşaqların öldürülməsi, yaşayış yerlərinin amansızca bombalanması düşünürəm ki, əsl səbəblərdəndir. Amerikanın müstəqilliyinin 250 illiyinə həsr olunan bu qədər vacib və xüsusi bir tədbirdə İsrailin baş naziri Netanyahu niyə əsas qonaqlardan biridir kimi sual yaranır.